Uşaq hüquqları ilə bağlı məlumat bankı yaradılacaq. Bu, Baş nazir tərəfindən imzalanmış uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması qaydasında öz əksini tapıb. Proses 9 ay ərzində yeni qaydaya əsasən təşkil olunacaq. Sözügedən məlumat bazası bir neçə moduldan ibarətdir. Burada yazışma modulu, məlumatlar modulu, hesabatlar modulu, eyni zamanda ümumi istifadə modulu təşkil ediləcəkdir. Yazışma modulunda iştirakçılar uşaq problemləri ilə bağlı məsələlərdə real vaxt rejimində dialoqun təşkili məqsədi ilə istifadə edəcəklər. Məlumatlar modulunda iştirakçıların informasiya sistemlərindən ötürülmüş məlumatlar toplanılacaq, emal ediləcək, eyni zamanda axtarışı mövcud olacaq. Hesabatlar modulunda isə müxtəlif kateqoriyalar üzrə hesabatların hazırlanması təmin ediləcək. Ümumi istifadə modulunda isə iştirakçılar və istifadəçilər EHIZ üzərindən daxil olmaqla açıq məlumatları əldə etmə imkanına malik olacaqlar. Əsas məqsəd isə uşaq hüquqlarının həyata keçirilməsində dövlət nəzarətinin təşkili, uşaqlara aid bütün məlumatların vahid bazada toplanması, emal edilməsi və hesabatların hazırlanmasıdır. Bu da öz növbəsində problemlərin tez bir zamanda həllinə köməklik göstərəcək. İnformasiya bankının yaradılması da uşaqlarımızın gələcəyinin vahid bir sistem, vahid bir bank tərəfindən təmin edilməsi və belə deyək ki, onların problemlərinin həll edilməsi, onlara lazım olan, vacib olan məsələlərin daha tez həllini tapması baxımından da əhəmiyyətli olacaqdır. Bugün biz deyək ki, uşaq hüquqlarının bəzən tapdalanması ilə ailənin özü tərəfindən qarşılaşırıq. Cəmiyyətin müəyyən üzvləri tərəfindən, bəzən məktəbdə uşaqların problemləri olur və bu kimi problemlərin də aradan qaldırılması və nəzarətdə olması üçün bu əlbəttə əhəmiyyətlidir. Sözügedən qərar yalnız ölkə vətəndaşlarını əhatə etməyəcək. Belə ki, əcnəbi və vətəndaşlığı olmayan, ölkə ərazisinə müşayiətsiz gələn uşaqlar haqqında da məlumatlar toplanacaq. Məlumat bankının mühafizə olunan telekommunikasiya kanalları ilə xüsusi rabitə və informasiya təhlükəsizliyi dövlət xidmətinin təmin etməsi nəzərdə tutulur. Bundan əlavə, sözügedən xidmət Məlumat bankının təhlükəsizlik meyarları üzrə monitorinqini və ildə bir dəfədən az olmayaraq təhlükəsizlik üzrə auditini həyata keçirəcək. Salatın Pirmuradova, Zaur Haşimov, Telesər.